Hər kəsə salam, kanalıma hamınız xoş gəlmisiniz. Bugün yeni bir vlog başladıram. Yoldaşımla birlikdə şəhərə çıxmışıq. İstədim bugünü vloqluyum. Bu arada Adel hardadır deyə soruşsanız, bu soyuqda təbii ki, onu çölə çıxarda bilməzdim. Adelə anam baxır, biz isə ər-arvad birlikdə çıxmışıq şəhərə. Amma o qədər soyuq idi ki, gəldik oturduq Loriyada. Bundan əvvəlki vloqlarımda bilirsiniz ki, mən soyuq əllərə onsuz da gəlmişdim. Amma yenə də bu dəfə Səbu ilə gəlmək istədim. Yediklərimizi isə keçən dəfə göstərdiyim üçün bu dəfə də yenə təkrarçılıq olmasın deyə əslində çəkmədim. Amma belə mən balıq ekmək, Səbuya kompir, ondan sonra isə dönər və nadal yedik. Belə. Yəni ki, o hissələri bir də çəkmədim sizin üçün. Burada da Səbuya baxın. Əslində bugün mənim şəhərə çıxmaq məqsədim burada bulvarda bəzədilən işıqlar görməkdir. Keçən videoda göstərmişdim ki, yandırmamışlar çünki səhər gəlmişdim. Döndük. Ay, burnum necə qızarır. Bir dənə soyuq var, ilahi. Yedik. Çəkəmədim çox. O qədər adam var idi ki, heç inanın özüm güclə gəzirdim. Ona görə də çox belə gəzdiyimiz hissələri sizə çəkə bilmədim. Çünki əlimiz doluydu, yeməklə məşğul idi. Amma indi bürünmüşük. Adel nənəsi iləndir. Anamın normalda həmişə işdən vaxtı olmur ki, Adelə baxsın. Bunu atın mənə görün. Hə, amma bu dəfə anama bayrama görə vermişdilər tətil. Anam da dedi ki, siz gedin gəzin, mən nəvəmə baxaram. Mən dedim ki, ay sevə-sevə. Səbuyunu aldım və gəldik şəhərə. İkimiz bərabər gəlməmişdik. Bu da maraqlı idi. Amma eyni şeylər aldım. Məsələn, balıq ekmək falan yedim deyə bir də o hissələri çəkmədim sizin üçün. İndi isə evə qayıdırıq. Çünki mən Adelin yuxu vaxtına çatmalıyam. Adeli yatışdıracağım. Video biraz oradan buradan görünür. Çünki artıq market alışverişinə gəlmişik və bu səhərsi gündür. Çünki həmin gün içinəmədik, evə gəldik və yatdıq. İndi isə Ülviyə ilə birlikdə gəlmişik market alışverişinə. Daha doğrusu mən market alışverişinə gedirdim. Ülviyə də mənimlə birlikdə yol yoldaşlığı elədi, sağ olsun. Evə ərzaqları bitmişdi. Mən də dedim ki, gələk Tam Store-a. Neçə vaxtda Tam Store-un endirimlərini görürəm. Dedim, gələm görüm fərq varmı? Düzdür, mən o qədər çox fərq görmədim. Bir dənə gördüyüm fərq tərəvəzlərdir. Bu şokolad isə Səbuyunun çox sevdiyi şokoladlardandır. Bir dənə Tam Store-da satılır mən bildiyim qədərilə. Bilirsiniz nəyə oxşuyur? Adiktoya oxşuyur, amma çəki iləndir və kilosu 11 manata düşmüşdü. Səbuyu çox sevir, mən də çox sevirəm əslində. Ona görə götürdüm. Sınamamsızsa mütləq sınayım. Alacaqlarımı belə listəyə yazmışam və indi burada şokoladlara baxıram, görüm nə ala bilərəmdir. Bir dənə Səbuyunun sevdiyi şokolad götürdüm, amma bir dənə də fərqli götürmək istəyirəm. Burada belə maraqlı şokoladlı vafli gedir deyəsən bunun adı. Vaflilər var, 1 manat 29 qəpiyə düşüb. Belə heç sınamamışam, dadım bilmirəm. Fərqli növləri var. Bir dənə də bundan götürək. Səhər yeməyində yemək üçün şor götürəcəm. Qaymaqlı şorlar dadlı olur, mən bəyənirəm. Burada baxıram, görüm başqa nə götürə bilərəm. Sosika götürürəm. 3 manat 53 qəpik eləyir. Əslində səbətimi biraz doldurmuşam, amma yenə də evdə daha rahat göstərəcəm sizə nələr almışam. Belə çəkə bildiyim qədər çəkirəm sizin üçün. Tam Store-da qiymət fərqində mən gördüm ki, tərəvəzlərdə endirim daha çox idi. Məsələn, mən çuğundur aldım, heç 40 qəpik də tutmadı. Bunu da Adel üçün aldım ki, qan artırmaq üçün. Sonra belə paçka sabun götürdüm. 1 manat 87 qəpiyə düşmüşdü. Səhv eləmirəmsə 5 ədədi. Mənim ən sevdiyim burada şampun var. Bir rəngi qalmışdı. Elə mən yaşıl növünü istifadə edirəm. Onu da götürdüm. 5 manata idi. Və gəldik kasaya ki, aldıqlarımızı ödəyək. Ümumi məbləğ nə qədər tutdu və nələr aldıq sizə göstərə bilmədiklərim hamısını da evdə rahat sizə göstərəcəm. Gəldim, çıxdım evə, indi aldıqlarıma baxaq. Ayaq elədiyim bazarda belə göstərmək istəyirəm. Tələsirdim deyə hamısını belə çəkəmədim. İstədim gəlim evdə rahat çəkeyim. Elə buradan başlayayım. Bu arada da yağış yağır, özü də qar yağır. Elə gözəldir ki. Yumurta aldıq, 15 ədədini 2 manat 85 qəpiyə. Sonra belə kebablıq sos var idi, ketçup sosu. Sınamaq istədim çünki bunu heç sınamamışam.
Ondan sonra sezar eləmək istəyirəm. Ona görə sezar sosu götürdüm. Bulgur. Neysə bu aralar bulgur pişirib yanına qəşəng salatlarla yemək istəyirəm. Ona görə belə bir bulgur götürdüm. Kakao götürdüm. Kakaolu şirniyyatlar çox bəyənirəm. Eləyirəm. Adellə bərabər yeyirik. Əsas da pudingi eləyirəm evdə özüm. Adel üçün Herkules götürdüm. Çox qəşəng yumşaq bir Herkulesdir. Sonra marketdə belə mayonez üstündə qarğıdalı hədiyyə idi. 5 manat 85 qəpik idi. Səhv eləmirəmsə bu da endirimdə idi. Bunun da tarixi də 2029-a qədər var. Qaymaqlı şor götürdüm səhər yeməyə. Mən evdə KFC qanadları eləyirəm və ona qırmızı istiot lazım olur. Ona görə də belə bir istiot götürdüm. 98 qəpik idi. Sonra final yağlar endirimdə idi. Ona görə bundan da bir dənə götürdüm. Evdə ümumiyyətlə yağ bitmişdi. Adel üçün piçeni götürdüm. Sonra bir sabun var idi götürdüm. Belə qəşəng iyisi də gəlir. Əl sabunu olaraq. Sonra mənim ən sevdiyim şampunu götürdüm. Bunu mən sizə bir dəfə də göstərmişdim. Çox bəyənirəm. Qəşəng saçımı yumşaldır. Və bununla Bitex oxunur səhv eləmirəmsə. Keçən dəfə bunu 4.98 endirimdə görmüşdüm. Amma tam store'da hələ endirimdə değildi. Amma endirimsiz qiymətdə 5 manat neçəsə qəpik idi. Yəni bu da pis değildi. Sonra burada mən hazır hazır şorbalar çox sevirəm. Ona görə də bir dənə toyuq şorbası, bir dənə də tərəvəz şorbası götürdüm. Bunlar yəni pratikdir, həmən hazırlanır və yemək üçün. Sonra tomat götürmüşəm finalın. Qənd bitmişdi, qənd götürdüm. Sonra şokolad götürdüm. Albenin endirimdə idi. Bu qədəri 1 manat 50 qəpik tutdu. Daha çox dadlıdır və qiyməti də uyğundur. Gəlir, kilosu 11 manat idi. Səhv eləmirəmsə, bəli, 11 manat 50 qəpik idi. 3 manat 17 qəpiyə də belə bu şokoladdan götürdüm. Sonra burada var iceberg. Bunların qiymətləri üstündə var. Iceberg 70 qəpiyə düşürdü. Sezar salatı üçün götürdüm. Burada Adel üçün brokoli götürmüşəm 2 ədəd. Bu da 1 manat 91 qəpik elədi. Kilosu da ucuzuydu. 1 manat 60 qəpik idi. Normalda 5 manata satılır olsun, amma indi çox qəşəng qiymətə idi. Çeri pomidorlar da endirimdə idi. O qədər sevirəm ki, belə pomidorları. Bu da endirimdə 2 manat 10 qəpiyə düşmüşdü. Belə götürdüm. Bir də mən kahvaltıda səskə qızardıb yeməyi çox sevirəm. 3 manat 53 qəpiyə də belə. Bunun kilosu 7 manat idi. Səhv eləmirəmsə, bəli. Bundan da biraz götürdüm. Son olaraq da çuğundur götürmüşəm. Çuğundur da çox ucuzuydu bu arada. Deməli 44 qəpik tutmuşdu, səhv eləmirəmsə. 3 ədəd götürdüm. Adel üçün istəyirəm ki, qan artsın. Ona görə götürdüm. Və ümumi belə görünür mənim bazarlığım. Qiymətinə isə baxaq görək bu qədər alış-veriş nə qədər tutub. Deməli, uzun bir çekimiz var burada. Deməli, ümumi məbləğ 63 manat tutub. Məncə yaxşıdır. Yaxşı bir bazarlıq oldu. İndi mən tam şampunun qiymətinə sizə baxıb demək istəyirəm. Deməli, şampun qiyməti isə 5 manat 48 qəpik. Yenə də uyğun idi. Bir dənə də bunlar içərisində, Adel gəldi, bunu salar yerə. Ona görə bu tərəfə qoyun. Adel gözdə. Bir dənə də bunlar içərisində burada Adelin oyuncaqların içine aparıb Papia'nın deməli tualet salfetkasını götürdüm. Bu da endirimdə idi. Bu isə 8 ədədi 5 manat idi. Bu da yəni sərbədir. Ümumiyyətlə Papia'nı mən çox sevirəm. Bunu da yəni ki bunların içərisində idi. Bu qədər məhsul birlikdə 63 manat tutdu. Tam da belə anlar üçün mən hazır pratik yeməklər alıram. Çünki çox acmışdım və bayaq sizə göstərdiyim toyuq şorbasını hazırladım. Çox qəşəngdir. Təbii ki də bunu evdə də hazırlamaq olar, amma mən çox ac olanda, yəni və yemək bişirmək istəməyəndə xaldenklə götürürəm və hazırlayıram. Və qızlar, dırnaqlarımı dəyişdim. İstəyirəm ki, onu da sizə göstərim. Elə yeməyimi yeyəndən sonra dırnaqlarımı düzəltdim və bu formada əslində çox bir şey eləməmişəm. Üstünü yontdum və gelin biraz düzəltdim. Sadə bu formada saxladım. Sizcə necə görünür? Yeni il temalı dırnaqlardan sonra əslində biraz sadə görünməsini istədim. Ona görə belə sadə elədim. Fikirlərinizi siz də rəydə yazarsınız. Bilirəm dırnaq videosu çəkməyimi istəyirsiniz, amma çox az vaxtım var idi Səbuy gələcək deyə. Ona görə tez bazar hazırladım tez dırnaqlarımı. Və mən sizə video çəkərkən də Səbuy gəldi çıxdı və mən neçə vaxtı midye istəyirdim. Səbuy da işdən gələndə midye alıb o qədər bəyənirəm ki, bilmirəm midye yemişsinizmi, yeməmsinizmi və yaxud da aranızda sevənlər varmı, mütləq yazın. Çünki mənim ürəyim gedir də, yəni midye üçün. İzmirdə də yemişdim. Türklər çox acılı hazırlayırlar, amma bizimkilər dadlı hazırlayırlar. Burada isə dənəmə
videosunu sizə çəkmək istədim. Çünki Səbuy belə deyir ki, mən ilk dəfədir səni bir şeyi iştahlı yeyərkən görürəm. Mənə yəni neçə dənə midyə versəniz, 20, 30, 40, 50 hamısını yeyə biləcək dərəcədə sevirəm yəni. Sənibər yenə yollardadır. Bəs Sənibər hara gedirsən deyə soruşsanız, mən gedirəm çəkilişə qızlar. Xətayiyə gedirəm və bu arada mən Xətayiyə ilk dəfədir gedirəm. Buradan metro keçdiyini mən bilmirmişəm. Bəli, çox utandım. Dayım qızı ilə birlikdə gedirəm. Çəkiliş eləyəcəyik Ağşəhərdə. İstəyirəm ki, bir neçə Instagram üçün ancaq videolar çəkirəm. Heç postum yoxdur. Biz tərəfdə də yəni şəkil çəkiləcək yer olmadığı üçün dedik gələk Xətayiyə, Ağşəhərə. Gəlmişkən burada yolumun üstündə taksi Jevanı gördüm. Bilməm bilirsiniz yoxsa yox. Bizim blogerimiz Saboricovanın brendidir. Çox bəyənirəm, çox estetikdir. Burada olduğunu heç bilmirdim. Elə onda görmüş oldum. Əslində asan yerdə deyilmiş heç. Video çəksəm mən? Hadi qoyasın. Çəkilişimizi elədik. İndi gedirik evə. Dəhşət soğuk var da, yəni kurtkamı çıxardım, 2-3 dəqiqə bir şey çəkdim. Bu arada şəkillərimi görmək istəyirsinizsə mütləq Instagramdan takip edin. Orada paylaşmış olacağım. Dedik ki, hava qəşəngdir, günəş çıxıb. Gələk bir şəkil çəkək Instagram üçün, çünki ancaq video çəkirdim. Amma ki, yəni o qədər soğuk var ki, yəni donmuşam da, yəni sözün əsl mənasında. Şəkillərimi necə çıxıbsa mütləq rey yazın. Sadəcə burada yox, Instagramda da yazmağı unutmayın. Mən bu arada Ağşəhərə ilk dəfədir gəlirəm. Burada McDonald's var. Gör necə qəşəng. Mən də oradan görürsünüz. Çox qəşəng yerdir. Burada ümumiyyətlə o qədər qəşəng, yəni həm şəkil çəkdirməli yerlər var, həm bir sürü kafe shoplar var. Yəni çox qəşəngdir. Mən düşünürəm ki, hətta bura Səbuygindən gəlib yəni gəzə bilərik. Çünki həm də adam da azdır. Çox bəyəndim ona görə. Sifarişlərimiz gəldi. Bu arada mən bunu bilmirdim. Bilməyənlər üçün istədim ki, çəkin, bəlkə siz də bilmirsiniz. Mən normalda həmişə gəlirəm, Big Mac menunu ayrı alıram. Yəni ki, Big Mac burgeri, kolası və frisi üçlü alıram. Və Secan dedi ki, burada ailə menü var. Yəni istədiyiniz 2 dənə seçenek vardı burgerlərdə. Bir Big Mac, bir də Mac Chicken vardı. Biz Big Mac sevdiyimiz üçün bunu seçdik. Bunun nəyi yaxşıdır? Məsələn, normalda Big Mac menü 12.95 bu civarlardadır. 2 dənə götürəndə də 24-25 manat eləyir, yəni ümumi. Amma ailə menüsü 21 manat olur. Yəni sizin buradan elə bir ki, düşünün, 4 manat karınız var və əlavələr də var. Məsələn, yanında biz belə bir çay, yanında belə bir çay götürdük. Burada hətta uşaq menüsü də var. Bunu da gəlin göstəreyim. Yəni uşaqlı 3 nəfər üçün məncə bayağı doyumculdur. Məsələn, uşaqlar üçün nuggetsdir, fridir və oyuncaq da qoyublar. Görək oyuncağı nədir? Açın. Hemen içindən böyle bir şey çıxdı. İçindən böyle bir oyuncaq çıxdı, baxın. Adələ təzə oyuncaq. Bunu da aparacağım Adəl üçün. Çox şirindir. Mənim vlogda artıq dırnaqsız görürsünüz. Çünki bu videonu çəkəndə artıq bir həftə keçmişdi və dırnaqlarım nədənsə çox ağrıyır deyə mən dırnaqlarımı çıxartdım ki, biraz nəfəs alsınlar. Və gəldik, oturduq ki, həm yemək yeyək, həm də ki, biraz isinək, sonra isə evə gedəcəyik. Yaxınlaşdıracaqdım ki, belə bir hədiyyə göndəriblər Adel üçün. İstəyirəm sizinlə paylaşım. Çünki mən çox bəyəndim. Instagram üçün açmışam, amma istəyirəm ki, sizin üçün də burada göstərim. Ay Allahım, necə gözəldir bu. Yanında da böyle bir dənə də hədiyyə qoyublar. Əsas məqsədi indi mən sizə deyəcəm, siz də biləcəksiniz. Çox gözəldir də, yəni o qədər gözəl toxuyublar ki, bir dənə bunun gözəlliyinə baxın, şirinliyinə baxın. Yəni Adeldənsə mən bunlarla yəni qucaqlaşıb yataram da. Bu, indi mən sizə burada bir dənə şəkil qoyacağım. Bunu Adelə bənzədiblər. Hansı ki, Adelin paltarına, saçındakı broşkasına qədər hər şeyini birəbir Adelin özəl tikilib. Yəni bu. Çünki Adelin belə bir
Adelin belə bir şəkli var idi. O şəklə baxaraq bunu belə qəşəng toxuyublar. Hətta mən sizə tikişləri də yaxından göstərmək istəyirəm ki, siz bunun bir dənə səliqəsinə baxın, görün necə gözəldir. Üst çizgisi də, tipi də yəni kopya Adeldir. Bilənlər bilir ki, Adelin saçı buruqdur. Bu da saçı buruqdur, sadəcə uzun versiyasıdır. Çox qəşəngdir. İnşallah Adelin də belə uzun və buruq gözəl saçları olacaq. Çox gözəldir. Mən çox bəyəndim. Xanımın səhifəsini açıqlama qismində Instagramlarını qeyd edəcəm ki, siz də oradan belə sifariş verə bilərsiniz. Əgər balaca yaxın dostlarınız varsa, qohumlarınız varsa, onlara belə gözəl, şirin hədiyyələr alın. Mən sizə indi Adelin tepkisini də çəkəcəm. O qədər bəyəndi ki, oyuncaqlar arasında da yerini aldı. İndi sizə Instagram üçün çəkdiyim story-ni burada paylaşacağım. Güzeldir. Hədiyyə üçün isə buradan bir daha sizə təşəkkür edirəm. Videonu izlədiyiniz üçün çox sağ olun qızlar. Başqa videolarda görüşənədək hələlik.